TikTok ekibine yaz. Girdim oradaki uşaqlar, bana mesaj gelir. Oy, oradan. İlk defa da hayatımda, yani telefonumu kiməsə verirəm ki, Allah kiməsə nəsə yaz. TikTok'a nəsə yaz, ya harasa nəsə yaz. Heç mən ajans deyirsin, heç nəyə qoşulmamışım. Gözünə döndüyüm, baxam ki, orada. Sako yazıb ki, açıq aydın demirəm, naxar spam o söz. Çünki məndən ona uyarı bildiriş gedirdi. Qız sözü bilirəm nə deməkdir. Mən özüm qəsdən bu sözü işlədirəm ki, səhifəm kapansın. Oradan da bize mesaj gelip ki topluluk kurallarımızı ihlal ediyorsunuz. Oradan da bize mesaj gelip. Tıklayın uşaqlar.